Yaşa görə verilən müavinət artırıla bilər. Busatas Xəzər TV-yə isnadən xəbər verir ki, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə Azərbaycanda sayca 5-ci sosial paket icra olunub və bu 3 milyon insanı əhatə edib. Sözü gedən şəxslərin əmək haqqları, pensiyaları və müavinətləri artırılıb. Yaşa görə verilən müavinətin məbləği isə dəyişməyib. Amma bununla bağlı artıq təkliflər hazırlanıb. Millət vəkili bildirib ki, hazırda yaşa görə müavinətin məbləği 220 manatdır. Qeyd edək ki, yaşa görə müavinətin məbləğinin 15% artırılması təklif edilir.